Salam, hər vaxtınız xeyir. Kanal 13 internet televiziyasının efirində Kamran Mahmudovun təqdimatında aktual verilişinə baxırsınız. Bugünkü qonağımız hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərovdur. Üzeyir bəy, xoş gəlmisiniz studiyaya. Təşəkkür edirəm dəvətinizə görə. Buyurun. Üzeyir bəylə biz Viyana görüşü haqqında danışacağıq. Üzeyir bəy, hamının diqqət mərkəzində idi bu görüş, xüsusən də Qarabağda son cəbhə xəttində, təmas xəttində son baş verən hadisələrdən sonra. Viyana görüşü baş tutdu və sizin gəldiyiniz qənaət nədən ibarətdir? Buyurun. Əslində qalsa artıq tarixin yaddaşına qovuşan Viyana görüşü bir sıra maraqlı məqamları ilə, yəni mənim diqqətimi cəlb elədi. Maraqlı məqamlar ondan ibarət idi ki, deməli aprelin əvvəlində Ermənistan Silahlı Qüvvələrinin aldığı zərbədən sonra onların, belə deyək də, dırnaqarası baş komandanı Serj Sarkisyan çox hədyanlar, bəyanatlar səsləndirirdi ki, o danışıqlar prosesindən çıxır, bundan sonra heç bir danışığa getməyəcək. Ondan sonra Dağlıq Qarabağın, belə deyək də, müstəqil bir dövlət kimi tanınması məsələsi gündəmə gəldi. Amma gördüyünüz kimi, yəni böyük güclər bu məsələni gündəmə gətirən kimi Sarkisyan sanki qaça-qaça, belə deyək də, Viyanaya gəldi. Və gördüyünüz kimi, yəni hörmətli tamaşaçıların da yəqin diqqət yetirdiyi bir maraqlı məqam ondan ibarət idi ki, bu özünün, belə deyək də, xilaskarı olan Rusiyanın Xarici İşlər Naziri Lavrovun yanında oturub və qəhqəhlə gülümsüyüb, bəzi, belə deyək də, xısınlaşma var idi, yəni bunların arasında. Faktiki olaraq, yəni aprelin əvvəlində baş vermiş hadisələrdə Rusiya, yəni Viyanada da Ermənistanı hələlik mən hesab edirəm ki, bir ay müddətini xilas elədi. Çünki iyun ayında prezidentlər yenidən görüş yeri təyin etməlidirlər və artıq bu məsələnin həlli istiqamətində parametrlər üzərində iş getməlidir. Parametrlər də nədən ibarət? Artıq dünənləri Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri çox önəmli fikirlər səsləndirdi. Yəni bu Viyana görüşündən sonra Amerika tərəfindən ilk dəfə idi, yəni bu fikir səsləndirildi və bu da bir rəmzi məna daşıyır ki, məhz Ermənistandakı səfir danışdı. Yəqin ki, bu günlərdə Sirkutada, yəni Azərbaycandakı səfir də bəzi fikirlər səsləndirəcək. Fikirlər də nədən ibarətdir? Artıq Ermənistan qərar qəbul etmək zorunda qalacaq. Nə qərarı? Ya həqiqətən də, belə deyək də, mərhələli şəkildə torpaqların Azərbaycanın yurisdiksiyasına qaytarılması məsələsidir. Ya da ki, Sarkisyanı, yəni ikisi də, prinsip etibarının Sarkisyan üçün heç də yaxşı bir sonluq vəd etmir. Əvvəla bu sənədə imza atsa, mən buna çox, belə deyək də, ehtiyatla yanaşıram ki, bu belə razılıq versin. Hətta imza atmasa da sözsüz ki, Azərbaycan artıq danışıqlar prosesinin pozulması qənaətinə gələcək və zor müstəvisində, güc müstəvisindən istifadə edib torpaqların işğaldan azad olması əməliyyatına başlayacaq. Burada artıq Azərbaycana heç bir qüvvə mane ola bilməz. Çünki zaten aprelin əvvəllərində Azərbaycanın, belə deyək də, düşmənin həmlələrini dəf edərkən qəbul elədiyi, belə deyək də, çox da uzağa getməyən bir qərar bu dəfə mənə elə gəlir ki, bir qədər çox ciddi və belə deyək də, bütövlükdə bu aprelin əvvəlində yaşanan hadisələrdən də daha ağır nəticələri gətirib çıxaracaq. Sözsüz ki, bu müharibədir, biz də itkilərə hazır olmalıyıq. Amma müharibədən danışırsınız Üzeyir bəy. Yəni bu görüşdən sonra yayılan məlumatda hər iki tərəfin, ümumiyyətlə orada olanların bu məsələnin, bu münaqişənin müharibə ilə həlli variantı yoxdur deyə bir sənəd imzaladılar. Mən sizdən tamamilə razıyam. Bəli, orada o cümlə, Dağlıq Qarabağ münaqişəsinin hərbi yoluna həlli yoxdur və yol verilməzdir. Belə bir fikir səsləndirildi. Əslində qalsa mən hətta sosial şəbəkələrdə və mətbuatdakı dostlarımıza da dedim ki, əgər bunlar, bu ağıllı insanlar, belə deyək də, bu problemin həlli ilə məşğul olan şəxslər bunun başqa yolunu bilirlərsə desinlər və biz o istiqamətdə necə deyirlər, öz ağlımızı, dünya görüşümüzü kökləyək. Sülh və yaxud da ki, hərb, ikisindən biri olur. Əgər ortada sülh yolu ilə yoxsa, deməli, hərb yolu qalır. Bəlkə üçüncü yol bu, belə deyək də, mədəniyyət yolu ilədir. Üçüncü yol status quodur. Mən sizə bir şey deyim ki, status quo-nun indi siz deyirsiniz, bu mümkün olan şey deyil. Yəni status quo-nun saxlanılmasını deyirsiniz. Bəli, uzadılmasından gedir. Yox, mən sizə bir şey deyim ki, bu vəziyyətdə necə var, olduğu kimi qalması və həllinə bir xeyli müddət, necə ki 24 ildir gözləyirik, hələ də bir xeyli gözləyə bilərik. Yox, mən sizə bir şey deyim ki, artıq gözləmə mərhələsi arxada qaldı və bundan sonra gözləmə mərhələsi böyük ehtimalla olmayacaq.
Əgər belə bir şey olarsa, mən bunu çəkinmədən deyirəm ki, Azərbaycan siyasi rəhbərliyi üçün də çox böyük çətinliklər olacaq. Çünki artıq bilirsiniz necədir, elə bir mərhələ gəlib çatıb ki, qərar qəbul etmək zamanıdır. Və qərar qəbul edib Dağlıq Qarabağla bağlı belə deyək də təsirli addımlar atmağın zamanı çatıb. Və Prezident Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdürü Novruz Məmmədov da yəni bəzi fikirlər səsləndirdi. Mən hesab edirəm ki, yəni bu orada qəbul olunan, o Viyanada qəbul olunan qərarlar belə deyək də bu görüşü bir qədər belə deyək də görüşə kolorit qatmaq üçün. Yəni orada absurd bir fikir, kameraların quraşdırılması, ATƏT Minsk qrupunun sədrinin, şəxsi nümayəndəsinin belə deyək də köməkçilərinin sayının artırılması. Gəlin baxaq, həmin o ATƏT-in belə deyək də köməkçiləri bu günləri Donbasda, Ukraynada onların sayı 1000-ə yaxın bildiyim qədər. Nə işlə məşğuldurlar? Bunlar elə belə deyək də gedib, gəzib, baxıb, yeyib, içib, gəlib yatırlar, amma orada atışma necə var idi, elə də davam edir. Ölənlər necə var idi, elə də ölənlər olur, yaralananlar da həmçin. O cümlədən baxın, mən bunu dəfələrlə, hətta burada sizin studiyanızda da bu fikri səsləndirmişəm ki, yəni bu ATƏT Minsk qrupunun həmsədrləri özlərini çox ağıllı hesab edirlər və gör monitorinqlar keçirlər. Bu monitorinqların hər hansı bir belə deyək də effektini gəlsinlər ortaya qoysunlar Azərbaycana və Ermənistana desinlər. Əslində qalsa Ermənistana bunlar xeyir verir. Amma Azərbaycana heç bir xeyri yoxdur. Yəni bu monitorinqlar nəyi dəyişib? Atəşkəs necə pozulursa pozulur. Yenə də demək istəyirəm ki, yaralananlarımız da var, ölənlərimiz də var. Amma Viyana görüşünün bir sonuncu şəhidi ötən gün dəfn etmişik. Yəni Allah cəmi şəhidlərə rəhmət eləsin. Amma siz təsəvvür edin ki, bunlar belə oturub belə deyək də absurd məsələləri gündəmə gətirirlər. Əvvəla bu kameralar necə quraşdırılır? Yeri gəlmişdən kameralarla bağlı sual verəcəydim. Hər hansı bir bu vaxta qədər belə bir təcrübə varmı? Təmas xəttində kameraların quraşdırılması. Yəni bu Kamran bəy, bu insanlar mən yenə deyirəm ki, hərdən oturub fikirləşirəm ki, bunlar necə özlərinə diplomat deyirlər? Bunlar bir anlığa gözlərinin önünə gətirsinlər ki, evinin içində sənin kamera quraşdırırlar. Dağlıq Qarabağ, ətraf rayonlar Azərbaycanın evinin içidir. Mən başa düşmürəm, o kameralar niyə orada quraşdırılmalıdır? Belə kamera sevən yoldaşlarsa, elə Ermənistan-Azərbaycan sərhədində quraşdırılsın və ümumiyyətlə, yəni Viyana kimi görüşlərə, Kazan, Sankt-Peterburg, Viyana və digər görüşlərə ehtiyac yoxdur. Mən hər zaman demişim və bu addım beynəlxalq yəni ümumiyyətlə danışıqlardan çəkilmək lazımdır. Yox, mən sizə bir şey deyim. BMT-nin Təhlükəsizlik Şurasının 4 məlumqətnaməsi var. Gəlin, BMT-dən yuxarı təşkilat yoxdur. Gəlin, beynəlxalq hüquqdan danışırıqsa, beynəlxalq hüquq və normalara hörmətlə yanaşaq. Birinci Rusiya, Amerika, Fransa, həmsədr ölkələr kimi, o cümlədən digər qurumlar da BMT-yə hörmətlə yanaşmalıdır. BMT artıq belə biz ölü bir qurumdur. Fikir verin, Pan Ki-mun bugün sabah öz vəzifəsini təhvil verib getməyə hazırlar. Amma bu adam bir dəfə cəsarət eləyib ağzına belə deyildi, o ifadəni gətirmədi ki, Ermənistan belə deyək, beynəlxalq hüquq və normalara hörmətlə yanaşmır. Elə Viyana görüşündə də mən açığını deyim ki, çox təəssüflənirəm ki, həmsədr ölkələr bir dəfə də olsun BMT Təhlükəsizlik Şurasının qətnamələrindən söhbət açmadılar. Baxın, hansısa bir absurd ideyalar, həmin o kameralar məsələsi. Necə, o kameralar necə quraşdıracaqlar və ümumiyyətlə o kameralar niyə quraşdırılmalıdır? Niyə məhz Azərbaycan öz evinin, mənzilinin içində kameralar quraşdırılmalıdır? Əvvəla gəlin o 4 qətnaməni yerinə yetirək. Bu kameralar izləmə kameraları olacaq. Bəli, bilirsiniz Kamal bəy, o kameralar, bunlar oturub fikirləşiblər ki, bu kameralarından baxacaq, aha, Məmmədov atdı, aha, Sərkisyan atdı, nə bilim, Petrosyan atdı. Bunlar hamısı gülünc, absurd bir şeydir. Bilirsiniz necədir? Özlərini futbol hakimlərindən birini də gətirib qoysaydılar. Bilirsiniz Kamal bəy, bunlar öz hərəkətləri ilə bəzən bilirsiniz, beynəlxalq o belə deyək də, bizim gözümüzdə o beynəlxalq qurumlar belə deyək də, bir qədər belə əzamətli görünürlər. Amma mən açığını deyim ki, Dağlıq Qarabağ məsələsində beynəlxalq qurumlar özlərini bataqlığa batıran kimi batırdılar. Və Ermənistan kimi bir cılız ölkəyə, mən aydın məsələdə Ermənistan deyəndə burada Rusiyanı biz nəzərdə tutmalıyıq. Çünki Rusiya olmasaydı Ermənistan çoxdan çökmüşdü və aydın məsələdir ki, yəni bu məsələnin kökündə, arxasında Rusiya dayanır. Biz də deyirik ki, Rusiya bizim qonşumuzdur, amma bizim qonşumuz bizə bir qonşu kimi nə hörmət edir, nə də bizim hörmətimizi saxlayır. Amma baxmayaraq ki, biz hər zaman qonşulara da, nə bilim, dostlara da, qonaqlara da hər zaman hörmətlə yanaşmış. Viyanada da bunlar çalışdılar ki, Azərbaycanın bir qədər belə deyək də, deməzdim xətrinə dəysin, bir növ Azərbaycanı hörmətsizlik cəhdi eləsinlər, amma mən sizə yenə deyirəm, bütün siyasi, hərbi belə deyək də, vəziyyət Azərbaycanın xeyrinədir. Yəni belə götüründü.
Siz də bayaqlar qeyd elədiniz, bir qədər yəni belə deyək də pessimist fikirlər var ki, yenə də bu münaqişə. Amma bu Viyana görüşünü uğursuzluq kimi qiymətləndirənlər də bir xeyli var. Əslində aprel hadisələrində baş verənlərdən sonra hamının, mən verilişi başlayanda dedim, diqqət mərkəzi Viyana görüşündə idi ki, Azərbaycan xüsusi bir üstünlüklə gedir və bu görüşdən də xüsusi bir üstünlüklə çıxmalıdır, qalib kimi çıxmalıdır, ən azından bir müddətlik qalib kimi çıxmalıdır. Yəni bu vaxta qədər adətən məğlub ölkənin, belə deyək, dövlət başçısı kimi çıxış edir İlham Əliyev. İndi isə artıq bizim gücümüz var, biz sizə göstərdik kimi göstərməliydi. Amma Viyana görüşünün nəticələrinə baxanda hamı deyirlər ki, bütün bunlar bir oyun imiş. İndi mən sizə bir şey deyim də, uğursuzluq nədədir? Yəni bizim hansı mənafeyimizə zərbə vurulub, fikrin o hissəsi ilə razıyam ki, bəli, aprelin bir növ davamı gəlməli idi. Yəni Azərbaycanın o belə deyildi, başladığı işə heç olmasa belə deyil. Bunlar bir hörmət qoyaraq bir qərar qəbul eləməli idilər. Amma bu qərarı iyun ayına keçirdilər. Mən sizə yenə deyirəm ki, iyun ayında hamı hazır olmalıdır. İyun ayında olsa belə o sənəd var. O sənəddə nə var? O sənəddə var ki, bayaq qeyd etdik. Hərbi məsələ. Niyə Azərbaycan prezidenti İlham Əliyev ölkə daxilində çıxışında, auditoriya qarşısında deyə bilir ki, lazım gələrsə Azərbaycan öz torpaqlarını öz ordusu vasitəsilə, hərb yolu ilə həll edəcək, bu münaqişəyə son qoyacaq. Amma orada gedib həmin bir sənədə imza atır. İndi mən sizə bir şey deyim, orada heç bir qorxulu bir şey yoxdur. Mən sadəcə olaraq, yəni öz, belə deyim də, dünya görüşündən o məsələni bir balaca xırdalamaq istəyirəm. Yəni istənilən halda, Azərbaycan bugün deyir ki, bəli, biz hərb yolundan onu həll eləmirik. Hərb yolunu həll eləmək istəsəydi, aprelin əvvəlində elə qoşunlara komanda verilərdi, biz axıra qədər gedərdik. Qarşı tərəf də deyir ki, bu vaxta qədər də deyirdi ki, biz danışıqları davam etdirmək istəmirik. İndi mən sizə bir şey deyim mən. Ermənistan çox şey deyə bilər. Ermənistanı bilirsiniz necədir? Bir vassaldır, bir oyuncaqdır. Sözsüz ki, bu sözü öz dili ilə desə də, aydındır, çağırışı başqa yerdən. Amma mən sizə bir şey deyim ki, yəni o sənəd imzalanıb, bugün Azərbaycan deyir ki, bəli, biz deyirsiniz ki, hərbi yolla həlli mümkün deyil, biz hərbi yoldan hələlik dayanmışıq. Hərbi yolla həlli yox. Buyurun, sülh yolu ilə həll edin. Sülh yolu da Ermənistan və Rusiya qərar qəbul eləməlidir. Bunların qərarı indi nə olacaq? Mənim üçün o maraqlıdır ki, iyun ayında bunların qərarı nə olacaq? Ya danışıqlar prosesi uğurla davam edəcək, yəni artıq nəticəyə doğru parametrlər. Parametrlər nədən ibarətdir? Azərbaycana bir neçə rayon qaytarılır. İndi deyir Ermənistan 5 rayon təklif edir, Azərbaycan isə 6,5. 6,5 biraz belə də maraqlıdır. Mən sonuncu 6 rayon yəqin ki, Laçın rayonunda koridoru istisna olacaq. Bəli. Yəni 6 rayon bütövlükdə, bir də 7-ci rayon, yəni o belə deyək də bir hissəsi Azərbaycanın nəzarətində, bir hissəsi də hələlik növbəti mərhələyə qədər, yəni Ermənistan nəzarətində. Bəli, dəhliz. Bu yenə də deyirəm ki, bunu uğursuzluqlar kimi o vaxtı mən qəbul edərəm ki, artıq belə deyək də bu iyun ayı da keçir. Və Allah elə eləsin ki, biz inşallah iyun ayında görüşəndə bir xoş ovqatla yəni bu məsələyə qayıdaq. Amma mənim gözləntilərim böyükdür. Mən də o fikirdə idim ki, əslində qalsa biz bir qədər belə deyək də sərt yəni mövqe nümayiş etdirməliydik. Hər halda yenə də deyirəm ki, bugün o sənəd var. Mən o sənədi heç də Azərbaycanın ziyanına saymıram. Ona görə ki, biz iyun ayını gözləyək. İyun ayında inşallah əgər Ermənistan tərəfi, mən yenə də deyirəm ki, faktiki olaraq Viyana görüşü bəlkə də Sarkisyanın həyatında sonuncu belə bir görüşlərdən biri, bəlkə də sonuncusudur. Orada hakimiyyətin dəyişməsi nəsə dəyişəcəkmi? İndi mən sizə bir şey deyim. Hakimiyyətin dəyişməsi prinsip etibarından yenə deyim, Qarabağ məsələsini xeyli geri ata bilər. Bəli. Bu məsələ var. Bəli, indi yenə də həmin Rusiya və yaxud da ki, Amerika, Fransa deyə bilər ki, indi təzə bir yenə prezident peyda olub, gəlin onunla da bir danışaq görə bunun fikri nədir? Xeyr, mən sizə yenə də deyirəm ki, 2016-cı il artıq Qarabağ məsələsində bir belə deyək, dönüş ili olmalıdır və o məqam yaxınlaşır. Azərbaycan xeyrinəmi? Mən hesab edirəm ki, indiki məqamda Azərbaycanın xeyrinə. Çünki aprelin əvvəllərində Azərbaycan Silahlı Qüvvələri elə bir mövqe nümayiş etdirdilər ki, 20 ildən artıq, yəni bilirsiniz mayın 12-sində atəşkəsin... Nəyə əsas gətirirsiniz? Bu nümayiş nə idi? Yüksəkliklərin alınması mı? İndi mən sizə bir şey deyim Kamran bəy, fikir verin. Deməli... Yeri gəlmişəm, Müdafiə Nazirliyi məlumat yaydı ki, 2000 hektar ərazi. Bəli, ermənilər 800 deyirdilər. Əvvəl ümumiyyətlə 300 metr deyirdilər. İndi sonra etiraf elədilər 800 belə deyək də... Sonra da Müdafiə Nazirliyi dünən bəyan elədi ki, 2000 kvadrat. Şəxsən siz bunu böyük uğur hesab edirsiniz. 24 ilin qarşılığında. Mən sizə bir şey deyim, mən yenə də deyirəm ki, heç bir əməliyyat keçirmədən
Əziz tamaşaçılar, hörmətli Kamran bəy, mən bir şeyi qeyd eləmək istəyirəm ki, əgər Azərbaycan Silahlı Qüvvələri həqiqətən də aprelin 1-dən 2-sinə keçən gecə əməliyyat keçirsəydi və əməliyyatın nəticəsi bu olsaydı, mən bəlkə də yenə deyirəm ki, bu günləri ən sərt şəkildə Müdafiə Nazirliyini tənqid edən şəxslərdən biri olacaqdı. Amma Azərbaycan Silahlı Qüvvələri heç bir döyüş əməliyyatlarında iştirak eləməyib. Və dünənləri, siz bilirsiniz ki, Ermənistan deməli, qoşunlarının qərargah rəisi, yəni o qondarma Qarabağ, belə deyək, Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi general belə bir fikir səsləndirir ki, gecə saat deməli 3 radələrində əməliyyat növbətçisi buna zəng eləyib ki, bəs vəziyyət gərgindir. Bu ikinci zəngdən sonra bu maşına oturub gəlib Mnatsakanyana, yəni həmin o qondarma qurumun müdafiə nazirinə məruz edib. Sonra hərbi hissənin komandiri, nə bilim, əlində olan qüvvələri götürüb, sonra artilleriya zərbələrindən biz bunu bu studiyadan bir daha, yəni o fikri səsləndirirəm ki, bizim xüsusi təyinatlarımız, yəni düşmənin həmləsini dəf edəndən sonra artıq yəni onu belə deyək də izləməyə başladılar və onlara yetərincə belə deyək çox ciddi zərbələr vurdu. Çünki indiyə qədər olmamışdı. Amma bütövlükdə briqada şəklində, yəni geniş anlamda müharibə olmayıb. Əgər olsaydı, mən yenə də deyirəm, bəlkə də... Amma xeyli itkimiz də oldu Üzeyir bəy. İndi mən sizə bir şey deyim. İtki, bu... Hətta bu barədə rəsmi məlumat hələ də yoxdur. İndi mən sizə bir şey deyim. Mənə gəlir ki, kifayət qədər məlumat verildi, nə mənada məlumat verildi? Bizim xüsusi təyinatlarımız, xüsusi təyinatların vəzifə borclarından biri odur ki, onlar düşmənin ön və belə deyək də arxa belə deyək, mövqelərində yerləşən canlı qüvvəsini və texnikasını sıradan çıxarır. Ondan sonra, xüsusi təyinatlardan sonra yerdə qalan qoşunlar belə deyək də o lazım olan işləri görürlər. Amma yenə də deyirəm ki, tapşırıq yox idi ki, bizim qoşunlar içəri keçsinlər. Tapşırıq yox idi. Bizimkilər sadəcə olaraq ermənilərin həmləsini dəf eləyəndən sonra onları yavaş-yavaş addım-badım izləməyə başladılar. Qarşısına çıxanı, necə deyirlər, susturdular. Öz adı ilə demək lazımdır hər şey. Və yeri gəlmişən o Viyana görüşlərində həmin o Serj Sarkisyanın tələblərindən biri də o idi ki, Azərbaycan aprelin 1-nə qədər olan mövqelərə qayıtmalıdır. Fikir yadınıza gəlirsə, yəni tələblərdən biri də o idi ki, biz Azərbaycanla yalnız o vaxtı danışığa gələcəyik ki, Azərbaycan aprelin 1-nə qədər olan mövqələrinə çəkir. Amma baxın, görün, əvvəla çəkilmədi. İkinciliklə mən düşünmürəm ki, yəni siz dediyiniz kimi bu qədər igidlərimizin həyatı bahasına başa gələn, belə deyək, o əziyyət, hərçənd yenə deyirəm ki, onu döyüş əməliyyatları mən adlandırmazdım. Sadəcə olaraq düşməni sülhə məcbur etmək mi deyim, ya düşmənin, belə deyək, o qüvvələrini zərərsizləşdirmək mi deyim. Müharibədə tanklar iştirak edirlər. Toplar iştirak edirlər, piyadaların döyüş maşını iştirak edir. Deməli, döyüş təyyarələri iştirak edir. Biz yalnız və yalnız bu döyüşdə, indi rəsmilər bunu xəsisliklə dilə gətirsələr də, hər halda mənim azdan çoxdan yenə deyirəm, məlumatım var. Biz 2 döyüş helikopterindən istifadə elədik. Allah həmin o pilotlarımıza rəhmət eləsin. 3 pilotumuz qəhrəmancasına, yəni xüsusi təyinatlarını xilas etmə əməliyyatında iştirak eləyərkən vuruldu. Tanklarımızın da biri, yəni o düşmən ki, artıq belə deyək, azğınlıq eləyirdi, bizim xüsusi təyinatları mühasirəyə alıb onları belə deyək, məhv etmə əməliyyatını həyata keçirəndə bizim bir neçə tankımız hərəkətdə oldu. Amma artilleriya, bunu elə artilleriya qoşunlarının komandanı, hörmətli general-mayor Zahid Hüseynov da, yəni bir neçə gün bundan qabaq mətbuatı açıqladı. Cəmi 3 dəqiqə ərzində Azərbaycan Silahlı Qüvvələri düşmənə elə sarsıcı zərbələri endirdik. Amma yenə də dedim, briqada şəklində, siz başa düşün ki, moto atıcı briqadanın təyinatı, yəni ön xətti yarıb keçəndən sonra artıq içərilərə doğru hərəkət. Belə bir tapşırıq da yox idi və ümumiyyətlə Azərbaycan, yenə deyirəm ki, aprelin əvvəllərində düşmənə və onun havadarlarına göstərdi ki, bu məsələ, o belə deyirlər, lolur dildə desəydi... Əslində müharibə də baxanlara asan gələ bilər. Yəni bizim itkilərimiz də çox ola bilər. Amma insanlar bunu iki yüksəkliyə görə bu qədər itkinin verilməsini qəbul etmirlər. Və ən azından artıq bu itkiləri veririk ki, bu problem, bu münaqişə həll olunsun və bunun da nəticəsiz olduğunu görəndə bir qədər... belə deyək, əsəb aqressivləşirlər, yəni tələb etmək istəyirlər. Mən hər bir fikrə hörmətlə yanaşıram, amma özüm yəni güllə altında, real döyüşlərdə olan bir şəxs kimi mən sizə tam səmimiyyətimlə bir şey demək istəyirəm. Kamera qarşısında oturub, belə deyək də, kompüter qarşısında oturub, rahat otaqlarda oturub, o döyüşü, belə deyək də, öz bacardığı və düşündüyü şəkildə təsvir etmək çox asandır. Amma real döyüşün
hansı istiqamətdə gedib və uğurlu döyüşün anındaca uğursuzluğa düşər olması, uğursuz döyüşün anındaca uğur gətirməsi halları olur. Sözsüz bunlar uğurdur Üzeyir bəy. Bunu heç kim uğursuz adlandırmır. Sadəcə ölənlər də 24 ilin qarşısında ateşkəs imzalanından 22 ilin qarşılığında və torpaqlarımızı itirdiyimizdən 24 ilin qarşılığında bunları böyük uğur kimi adlandıran yoxdur. İnsanlar 22 ildir, 24 ildir gözləyirlər ki, hansısa bir uğura nail olaq. Nəhayət ki, Azərbaycanın suverenliyi bərpa olunsun. Nəhayət ki, Azərbaycan öz tarixi torpaqlarına qovuşsun. Amma görəndə ki, 22 ilin qarşılığında sadəcə 2 yüksəklik. Kamran bəy, mən sizə yenə də deyirəm ki, əməliyyat keçirmədən, geniş müharibəyə hələ girmədən niyə 2 yüksəklik? Bizdə yenə də deyirəm ki, əvvəla 2 yüksəklidir. Lələtəpə yüksəkliyi hardakı bilirsiniz ki, bizim qoşunlarımız artıq böyük bir əraziyə nəzarət edilir. Seysulan yaşayış məntəqəsi, o cümlədən Talış kəndinin yaxınlığındakı mövqe, erməni generalının özünün 115-116-cı postların itirilməsi və sonraki mərhələdə nə qədər uğursuzluğa düçar olmasını etiraf eləməsi, o deməkdir ki, mənim əzizlərim, biz balaca belə deyildi, bir studiyada otururuq, studiyadan həyata getmək üçün bir neçə dəqiqə vaxt lazımdır. Amma əskər bütün belə deyək də hazırlıqlı vəziyyətdə olan silahı, sursatı, hər şey üstündə olan əskər neçə kilometrlərlə yolu qət eləmək üçün o yolda minalar da var. O yolda belə deyək də söhbət əskərlərimizdən getmir. Yox, bilirəm. Viyana görüşündən gedir. Üzeyir bəy, mən indi ora qayıdıram. Heç olmasa Azərbaycan əskəri Viyana görüşünü belə tezləşdirdi. Azərbaycan əskəri. Amma bu da nəticəsiz oldu. Yox, indi mən sizə deyim, deyir 100-ə dözən 101-ə də dözməz. Gəlin iyun ayını da gözləyək. İyun ayından sonra mən sizə tam səmimiyyətimlə demək istəyirəm ki, iyun ayında baş verəcək Üzeyir bəy. Mən sizə yenə deyirəm ki, nə gözlədiyiniz nədir? Mən sizə yenə deyirəm. Bəlkə də bax mən özüm də jurnalist olaraq bilirəm ki, iyun ayında görüş keçiriləcək, amma bilmirəm nə baş verəcək. İnsanlarımız da, yəni bizə baxan tamaşaçılar da baxır. Tam məsuliyyətimlə deyirəm. İzah edin, açıqlayın ki, nə gözləyirsiniz? İzah eləyirəm, yenə də deyirəm. İyun ayında Dağlıq Qarabağla bağlı çox ciddi dəyişikliklər olacaq, müsbətə doğru. Ən azından müsbətə doğru. Yenə də, mən sizə yenə deyirəm, Ermənistan, belə deyək də, bu danışıqlar prosesində ağıllı qərar qəbul eləsə, itkisi az olacaq. Səhv qərar qəbul eləsə, itkisi 2 qat çox olacaq. Bizdən deyək ki, itki olacaq. Yəni mən bunu tam məsuliyyətini demək istəyirəm. Bəziləri, bilirsiniz, o müharibə sözünü eşidəndə bəziləri belə deyək də, dil pəhləvanı olurlar. Amma bütün yük əskərin, zabitin üzərinə düşür. Və siz bayaqları dediniz, mən sizə yenə dedim ki, diplomatların 22 ildə görə bilmədiyini Azərbaycan Silahlı Qüvvələri bir neçə saata, həmin o 2 yüksəkliyi deyirsiniz siz, bir neçə yüksəkliyi deyək də. Onlar bütün dünyanın diqqətini Qarabağa yönəltdi. Gəlin hər şeyi öz adı ilə deyək. Mən yenə də deyirəm ki, biz əskərlərimizə onların belə deyək, dəyanətinə, eyni zamanda gücünə də inanırıq. Yəni bu onların gördüyü işi kölgə altına almaq deyil. Yox, əsla onların belə deyək də biz bu proseslərdə də biz onu gördük. Onlara dəyən güllər bizim hamımıza dəydi. Bizim hamımız ağır yaşadıq. Yəni onların bir daha əməyini kölgələmə fikrimiz yoxdur. Sadəcə millət olaraq 22 ili bir qədər uzun dövr kimi şəxsən mən özüm də belə qəbul edirəm. Ola bilsin ki, mənim burada qoyduğum sualları da Müdafiə Nazirliyi hansısa bir iradlar tutacaq və Yox, mənə elə gəlir ki, hörmətli Müdafiə Nazirliyi, yəni sizin elə səsləndirdiyiniz, mənim dediyim fikirləri elə cəmiyyətdən gələn bir belə deyək də sual kimi, yəni qəbul eləməlidir. Bilirsiniz necədir? İnsan uzun bir yol gedəndə sanki susuzluq əmələ gəlir. Artıq bir yerə gəlib çatanda o sudan biraz daha çox, yəni içmək istəyir. 22 il idi ki, Dağlıq Qarabağda heç bir dinamika yox idi, heç bir hərəkət yox idi. Amma aprelin əvvəllərində o dinamika yarandı və biz istədik ki, ardı gəlsin. Amma Azərbaycan yenə də deyirəm ki, əlbəttə ki, mən də yəni, o fikirdə idim ki, bunun davamı gəlsəydi daha yaxşı olardı. Yəni biz belə deyək, düşməni zərərsizləşdirə danışıqlar prosesində otuzdurardıq həmin ATƏT-in Minsk qrupun həmsədrlərini, Lavrovu, Kerini və Fransa və digərlərini oturardıq. Ondan sonra onlar görərdilər ki, Azərbaycan əskəri nəyə qadirdir. Amma biz hələlik səbir nümayiş etdirdik. Mən sizə yenə deyirəm, qayıdıram sizin o suala ki, iyun ayında nə olacaq? Bəli, nə olacaq? Mən hesab edirəm ki, iyun ayında çox yaxşı şeylər olacaq. İndi risk edib o sözü deyirəm, amma haradasa mənim əminliyim də var. Çünki bayaqlarda dedim ki, artıq bu prosesə Amerika qoşulub. Nə mənada qoşulub? Amerikada ermənilərə artıq başa salmaq istəyir ki, siz
düzgün qərar qəbul eləməlisən. Mən demirəm ki, bu belə deyək, müzadilədə Azərbaycan 100%-li belə deyək də istədiyi nəticə ilə çıxacaq. Görürsünüz, kompromislərdən danışırlar. Kompromis nə ola bilər? Biz ola bilsin kompromis kimi ilkin mərhələdə, yəni həmin Dağlıq Qarabağ ərazisindəki o 7 rayonun qaytarılması məsələsi həll olunsun, vətəndaşlarımız öz yurduna qayıtsın. Sonraki mərhələdə artıq Dağlıq Qarabağın statusu ilə bağlı necə ki demirlər, referendum keçirilməsi, nə bilim, kameralar quraşdırılması, istəyirlər mikrofonlar quraşdırsınlar, istəyirlər nə bilim şoumenləri gətirsinlər, o tərəfdən qoysunlar, özləri bilərlər. Söhbət ondan gedirik. Dağlıq Qarabağla məsələni biz əgər indi iyun ayında Azərbaycan olaraq, yəni düzgün qərar qəbul eləməsək və prinsipiallıq nümayiş etdirməsək, mən şəxsən çox belə deyim də, bəlkə də bir daha bu mövzuya heç vaxt qayıtmaram. Tam bunun səmimiyyətini demək istəyirəm. Yenə deyirəm, hərbi və siyasi şərtlər Azərbaycanın xeyrinədir. Və sadəcə ondan ağılla belə deyək də biz yararlanmalıyıq və inşallah inanıram ki, onun nəticəsi olacaq. İndi bəlkə də bizə baxan tamaşaçıların bəziləri bizə fikirlərimizi belə deyək də ironiya ilə, skeptik belə deyək də qiymətləndirəcək. Yenə deyim, hörmətlə yanaşıram, amma mənim ümidlərim, yəni aprelin əvvəlində olan o uğurun davamının mütləq gələcəyidir. Çünki bu günləri yəni ordu da yəni artıq yorulub gözləməkdən. Siz təsəvvür edin ki, səhərdən axşama kimi uşaqlar təlimlərdə, yəni bunlar hamısı böyük vəsaitdir. Böyük vəsaitdir, böyük insan enerjisidir. Baxın, siz dediniz ki, danışıqlar prosesindən heç bir neçə saat keçməmiş Ermənistan bizim Lerik rayonundan olan belə deyək, bir cavan belə deyək, əskərimizi qanına qəltan elədi, Allah rəhmət eləsin cəmi şəhidlərə. Yəni bilirsiniz, buradan yeri gəlmişin üzümü tutub yenə də o övlad acısı yaşayan valideynlərə demək istəyirəm ki, biz 90-cı illərdə də qardaşlarımızı itirmişik, bacılarımızı itirmişik bu müharibədə. Yəni 94-cü ilin məlum atəşkəs sazişinə qədər də bizim itkilərimiz olub. Amma 2016-cı ilin itkiləri, aprel ayında o yaşanan itkilər, o cümlədən belə dedi, bu ərəfələrdə yaşanan itkilər özəlliyi ilə, xüsusi ilə belə deyək də bu məsələyə sanki öz qanları ilə bir qədər də belə deyək də xüsusi cızdılar bu məsələnin altını ki, bu belə davam edə bilməz. Və inşallah mən də düşünürəm ki, Dağlıq Qarabağla məsələ, Dağlıq Qarabağla bağlı məsələnin müsbət yöndə həlli istiqamətində təsirli və təcili addımlar atılmalıdır. Bunu dünyada artıq başa düşür. Amerika, Rusiya və Fransa da həmsədr olaraq başa düşür. Artıq bilirsiniz necədir? Onlara hansısa bir belə deyək də bəhanə üçün yeri qalmır. Bəhanəni Azərbaycan əskəri onların əlindən alıb. İnşallah iyun ayında mən hesab edirəm ki, biz Allah qismət eləsin, inşallah studiyada görüşəndə deyəcəyik ki, biz sizinlə may ayında bu məsələ ilə bağlı bəzi narahatçılıqlarımız vardı, amma şükürlər olsun ki, Azərbaycan əskəri həmin narahatçılıqların dərinləşməsinə imkan vermədi. Ümid edək, iyun ayına da çox az müddət qalıb, bir aydan az bir müddət qalıb. Ümid edək ki, biz görüşəcəyik və sizin dediyiniz kimi o məsələləri burada yenidən müzakirə edəcəyik. Əslində, mənim də bir Azərbaycan vətəndaşı olaraq istədiyim odur ki, Azərbaycan nəhayət ki, bu 22 ildir dözdüyü və səbr etdiyi öz torpaqlarına qovuşsun və Azərbaycanın suverenliyi bərpa olunsun. Vətəndaş olaraq bundan artıq, yəni Dağlıq Qarabağ məsələsində istəyim yoxdur. Təşəkkürümü bildirəm Üzeyir bəy. Gəldiyiniz üçün və suallarımızı cavablandırdığınız üçün qonağımız hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov idi. Aktual verilişi burada işini yekunlaşdırır. Növbət görüşlərə dək salamat qalın.